20 yanvar xalqımızın azadlıq mübarizəsinin simvoludur. 20 yanvar həm də tarixin sınağında milli ləyaqət mərhələsidir. Yanvarın 20-si milli dövlətin, Azərbaycanın ərazi bütövlüyünün bərpası, 190 illik müstəmləkə zülmündən xilas olmaq uğrunda mübarizənin rəmzi yüksək zirvəsidir. Bu tarix cəmiyyətə şəhidlik sözünü yeni çalarda təqdim etdi. 20 yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub. Müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. 36 il əvvəl doğma vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan Azərbaycanın mərd övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə tarixi səhifə yazdılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı acısını unutmur. Qanlı 20 yanvar faciəsinə siyasi hüquqi qiymətin verilməsi ilə bağlı məsələ ilk dəfə ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin səhəri günü 1990-cı il yanvarın 20-sində Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi. Bu qırğını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Xalqımızın başına gətirilən müsibəti dünyaya çatdıran ümummilli lider 20 yanvar faciəsinin Azərbaycanın o vaxtki rəhbərlərinin xalqımıza qarşı xəyanəti nəticəsində baş verdiyini və bunun cinayət olduğunu dəfələrlə bəyan edib. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha nümayiş etdirib. 1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 yanvar faciəsinə ilk dəfə siyasi hüquqi qiymət verən qərar qəbul olundu. Bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü ildə 20 yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 yanvar ümumxalq hüzn günü elan edildi. Azərbaycan xalqı 20 yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Çünki Müzəffər Ali Başkomandanın rəhbərliyi ilə Azərbaycan ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad etdi və suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üç rəngli bayrağı qürurla dalğalanır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası bütün şəhidlərimizin, o cümlədən 20 yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığını sübut edir. Mətanət Əliyeva, TV1.